هممیهنler و آذربایجانlılar خصوصا همچنان که آگاهلغوزوار و استحضارزوار رهبر قیام ملی شهریار ایران شاهزاده رضا پهلوی birinci dəfədir ki bu 47 ildə فراخوان عمومی و سراسری برای اعتراض کلیه در واقع ایران milləti sadir buyurublar və fərman veriblər. Bu fəraxan 18 dey və 19 dey axşam saati 8-dən hər kəs hər yerdədir. Öz در واقع eyvanında, qapısında, xiyabanında və ya umumi yerlərdə برای اینکه اگر bu inancı var və bu باوری var ki hükümet آخوندی در طول مدت bu 47 ildə bu məmləkəti eləyə bilməyib idarə eləsin, bizi siyah ruzgariyə və qara günlərə salıb, məmləkətimizi ayağa salıb, tamam həmsayələr bizdən qabağa geçib o yerlər ki, در واقع əlbəttə həmsayələr işlirlər, geçsinlər, çılçıraqları da yansın, hər kəs özü üçün در واقع çalışır, biz onlarla işimiz yox, çox da ali, amma biz dala qalmışıq və bunlar eləyə bilməz bu axund در واقع bu hökuməti idarə eləsin, bu inqilab-ı milliyə qatılsın, öz gələcəyi üçün və əziz uşaqları üçün, balalarının gələcəyi üçün bu xasteyi qanuni və haqq واقعini istəsin. Əslən, cənab-ı həmmihan, hükümət mərdümündür. Bu məmləkət mərdümündür. Bu neft و gaz و büdcəsi mərdümündür. Bənabərin axundun nə haqqı var ki, balıq bər بیش از 1 trilyon euro bu məmləkətin در واقع büdcəsini götürə بدون icazə در خرابه های سوریه و لبنان و یمن و کربلا و نینوا هزینه لیه و bizi bugünə sala. از این روی جنبش آذربایجان برای دموکراسی و یکپارچگی ایران و این جانب لهراسب زینالی şahsevend bu جنبشün dəbiri kullu bu fəraxandan qəviyyən və qəviyyən himayət edilir, ona qotulur, ona qoşulur və həmçinin tamam İranlılardan, az cümlə Azərbaycanlılardan dərxastı var və xahiş edir. Öz gələcəkləri üçün və əziz və qohərbar məmləkətlərinin gələcəyi üçün bu inqilaba qotulsunlar. Amma ikinci məsələ, istəydim vicə təşəkkür və qədridanlıq eləyəm Təbriz bazarından. Təbriz bazarından və Təbriz bazarı dünyanın ən böyük və qədimi üstüörtük bazarlarının biridir. Bəlkə dünyada əslən birinci bazardır ki, üstüörtüklüdür və bu zibayidədir. Bu bazarı mollalar ayağa saldı. Bu bazarın sirvəti indi در شرایط فعلی با توجه به اینکه فقط در دولت احمدی نژادda o 5 ildə 800 milyar dolar molla fəqət neft sattı. 800 milyar dolar. İndi bu bazarın sirvəti gərək beyni 8 və 10 bərabəri bu olaydı. Əgər deməyəm 15 və 20 bərabəri bu olaydı. Ki bu sözdə səhhəti ola bilər. Az in ruy biz yine 4 il 5 ildə eləyə bildik. Bu bazarın çel çıraqları yansın. Tamamı Azərbaycanın, tamamı İranın, az cümlə Təbriz bazarının, Urmiyanın, Ərdəbilün, Zəncanın, Əhər, Mərağa, Xalxal, tamamı yerləri. Bənabərin istəydim təşəkkürümü bildirəm və lütfən bu işə ərz olsun ki idamə verin. O əfradi ki kaseli ise در واقع sofrayı vilayətdilər. Hala da aparmıram. Mesela Jale ki sofrayı çerkin vilayətdədirlər. در واقع biz demirik. Biz gərək در həqiqət ayəndə hökumətində bilotf İzzət və xردمندی İraniyan bu در həqiqət qanun qarəti yasa gərək payan tapa. Ay Jale də qalsın, ay Zunuzi də qalsın, hər kəs ki gəlsin. Amma islahat eləyək, birlikdə yaşayaq, məmləkətimizi düzəldək. Onlar da lütfən
bu bəyaniyələrdən Axundun در واقع süfrəsinə görə verməsinlər. Və bu bir ixtardır در واقع. Bazar Təbrizdən təşəkkür edirəm. Yaşasın İran, yaşasın Azərbaycan, Cavid Şah və Cavid Şah.